Salam dostlar, günləriniz xoş geçsin. Deməli dostlar, indi edəcəyim söhbət bir oynaşma olaraq elə edəcəyim mövzu ilə bağlı əlaqəli bir zehni, ruhi oynaşma kimi qəbul edilməlidir. Çox ləzzətli bir analizə rast gəlmişəm Nietzsche'dən. Onun üzərində biraz söhbət eləmək istəyirəm. Fəqət bu indi barəsində danışacağım məqam bu daha çox bəlkə də fəlsəfi intellektual söhbətdir. Yəni bəlkə də bu belə deyək, çoxluğun yox, müəyyən tip kəslərin o azlığın belə deyək, hiss edə biləcəyi bir məqamdır deyə düşünürəm. Ona görə bu biraz yox, bir xeyli dərəcədə sırf filosof təbiətlilər və sənətkar təbiətlilər üçündür daha çox. Və indi mənim edəcəyim söhbət. Ona görə də bunu məsələn başqa təmayülü olan insanlar bəlkə də onlar üçün maraqsız olar. Amma kitab haqqında danışırdıq biz, kitabların təsiri haqqında. Amma kitabların bizə, ümumiyyətlə oxuculara göstərdiyi bəlli bir təsir var, düzdür? Bu təsir məsələsini nəzərdə tutarıqsa, düşünürəm, indi etdiyim söhbətdən bəlkə də çoxlu kəslər bir ruh halı əks eləyə bilərlər. Bir əhval, bir baxış əks eləyə bilərlər və yaxud bu söhbət onların varlığında bir dalğa aça bilər. Yetişmələrində mi deyim, rol oynaya bilər. Amma bu daha çox müstəsna dərəcədə intellektual məsələdir. Oxucularla, yazarlarla bağlı məsələdir deyə düşünürəm. Çox əla bir söhbətdir dostlar. Məsələn üçün, bax, mən deyirəm, məsələn, bu müəlliflərin hər birinin öz aləmi olur. Deyirəm, məsələn üçün, ruhun intellektləşməsi kimi baxıram mən fəlsəfəyə və ədəbiyyata. Bax, Nietzsche'nin ruhunun intellektləşməsinin bir örnəyi, onun bir düşüncəsi var. Və indi biz onun aləmindən bir maraqlı düşüncə tapacağıq. Bu necə bir şeydir? Bu, səndə bilirsiniz necə bir hiss oyatmalıdır, duyğu oyatmalıdır. İndi dediyim söhbət təqribən necə duyğu oyatmalıdır? Deyək ki, sən bir anlıq bir klassik musiqi dinləyirsən. Bir anlıq klassik, yəni həqiqətən sözün əsl mənasında klassik şedevr dinləyirsən. O elə bil ki, sənin zehninin içərisində belə bir varlığın hansısa bir qatı ilə əlaqə qurulur bir anda. Elə bil ki, sənin o zehnindəki, deyək ki, qaranlıqlar var, nəsə bir məhdudluqlar var, çorluqlar var. Bir dənə elə bil ki, işıq düşür ora. Bir işıq belə onun o qaranlığı dəlir. Bu bir filosofun belə bir məcazı var. O işıq, o qaranlığı dəlir. Sənin belə zehnivə bir işıq, aydınlanma kimi gəlir o. Sən deyirsən, necə qəşəngdir. Necə qəşəng bir, bu yaşantım necə qəşəngdir, belə deyirsən. Və yaxud belə deyirsən ki, məsələn, necə belə qəşəng melodiyadır, düzdür? O elə bil ki, sənin zehninin içindəki bir qaranlığı dəlir. Bax, bu düşüncə belə bir effekt oyatmalıdır əslində bizdə. Xüsusən ki, məndə məsələn oyadır. Və elə bil ki, bir dənə fəlsəfi düşüncə, bir dənə qəribə bir effekt oyadır səndə. Fəqət çox ləzzətli bu söhbətdir, çox ləzzətli. Qısadır,
Altı çox dolu bir analizdir, oyunbaz analizdir və bax, məsələn üçün, indi onun örnəyini verəcəyəm də, elə öz çapım, özümə uyğun şəkildə verəcəyəm, öz təcrübəmdən verəcəyəm. Gör nəyə deyir? Deyir, bax, Nietzsche deyir, bir duha özünə baxanda, yəni ona baxanda və ona hörmət duyan bir kəsdə artıq özündəki hissi azadlığı və ruh yüksəkliyini ona ötürməkdən nəyə əhəmiyyət verər ki, başqa nəyə əhəmiyyət verər ki? Yəni necə? Yəni necə? İndi mən bunu sizə sadə şəkildə deyəcəm. Bax, deyək ki, bir müəllif var. Bir müəllif var. Nietzsche kimidir. Yəni ki, o elə bil ki, biz necə belə nə deyim, kitabdan deyim də bunu, bir yaxşı kitabdan deyim də bunu. Yaxşı kitab. Dedim ki, bu daha çox intellektual söhbətdir dostlar. Daha çox intellektual mövzudur bu. Mövzunun kəşfidir bu. Daha intellektual, daha belə necə deyim, biraz belə qapalı çevrənin söhbətidir bu. Qapalı çevrənin söhbətidir. Bax, deyir, bir duha ona hörmət edən və ona baxan bir kəsdə onun özündəkinə ehtiyac duymayacaq qədər hissi azadlıq və ruh yüksəkliyi ötürməkdən başqa nəyə əhəmiyyət verər ki? Yəni necə? Məsələn, necə? Nə deyim? Bunu gəlin sadə şəkillərdə deyək. Deyək ki, bax, indi burada danışacağıq da. Bax, nə deməkdir bu? Özünü, ardınca deyim, özünü gərəksiz etmək. Bu, bütün böyüklərin şanıdır. Özünü gərəksiz etmək, dırnaq arası. Necə? Bu çox ləzzətli məqamdır, çox, bax. Bax, bu mənim təcrübəmlə bağlı məsələdir. Nietzsche elə bil ki, mənim təcrübəmə uyğun bir şeyi kəşf edib. Yəni, bunu deyirəm, məsələn, bax, sən bir şey, buna toxunmuşduq, bizim şuurumuzda, varlığımızda, bədənimizdə, nə bilim, həyatımız boyunca nə qədər çox metamorfozalar baş verir. Dəyişmələr, çevrilmələr, qəribə hallar. Biz onların fərqində olmuruq. Nietzsche elə bil ki, onlardan birini, xüsusən yaradıcı insanlar üçün, birini kəşf edib verib. Ona görə o düşüncəyə yaxşı dedim, ayda, nə yaxşı, məsələn, mən buna bənzər bir şey keçirmişəm. Necə belə ləzzətli onu kəşf edib? Yəni həmən söhbətə gəlir. Kamalı, metafizika kamalı, dünyanın öz içindəki kamalı bir şey, kamalı kəşf edərək bizə verib. Bax, gör nə deyir? Deyir ki, necə? Deyir, bir duha sahibi şəxsə hörmət duyan, nə bilim, onu çox istəyən biri var. Deyir ki, başqa bir sənətkar var. Bu sənətkar. Bu sənətkar ən böyük əhəmiyyət nədir onun üçün? Önəmli bir şey nədir? Ona hörmət edən, sayğı duyan başqa sənətkarda hissi azadlıq və ruh yüksəkliyi yaratmaqdır. Bundan sonra bu sənətkara əslində ehtiyacı qalmaz. Bax, diqqət elə. Necə bələtli söhbətdir? Yəni, bütün böyüklər özlərini gərəksiz elərlər axıra. Dırnaq arası. Bax, necə? Gözə bələtli söhbətdir bu. Bax, bir də hiss edən olubmu? Məsələn, mənim izləyənlər, mən məsələn, hansısa filosofun, siz hiss eləmişsiniz, hansısa müəllifin, filosofun ağrığı altında əzilim. Hiss eləmişsinizmi? Hiss eləməzsiniz. Məsələn, mən heç vaxt heç bir filosofun ağrığı altında əzilmirəm. Nəyə görə? Çünki mən bunlarla danışıram, bu mənim fəaliyyətimin bir bölümüdür, düzdür? Mən onları, ustadları xatırlamağı əhəmiyyətli sayıram. Çünki, və bunun başqa səbəbləri də vardır. Çünki, dediyim kimi də, toxunmuşuq da bu məsələyə. Mənəvi fəaliyyətin hədəfinin barəsində toxunmuşuq. Bu, mənəvi fəaliyyətin hədafi ilə bağlı əsas işlərdən biridir. Mən məsələn belə sayıram, bir tərəfdən belə sayıram. Əsas fəaliyyətlərdən biridir bu. Və indi
fəaliyyətim. Amma mən heç vaxt heç bir filosofun altında əzilmirəm. Mən bunu hiss eləmisinizmi? Yəni mən onların düşüncələri haqqında danışanda əzilərək, onun altında əzilərək danışmıram. Ona rahat şəkildə yanaşaraq danışıram. Bəlkə biraz loğva çıxmaz, loğva çıxsa belə loğva çıxır bu söz. Biraz onların üstünə qalxaraq danışıram. Düzdür? Bu başa düşürəm. Böyle loğva çıxır. Yəni mən o düşüncənin altında əzilmirəm. Belə onu avtoritetə çevirmirəm. Amma onu maraqlı bir oyuna çevirirəm. Fikir vermisiniz? Bax niyə? Çünki onlar mənim üçün gərəksizdirlər. Bax diqqət elə. Məsələn, Nietzsche əslində mənim üçün gərəksizdir. Dırnaqarası deyirəm. Özünü gərəksizləşdirib. Mənə verdiyini verib və məni yetişdirib. Mən artıq başqa biriyəm. Bilirsiniz necə? Bax, məsələn, mənzərə və düşüncə kitabı var. Çoxdur, aslında çox var bu söhbətdə. Çox var. İndi onu mən özüm bilirəm. Bir də yaxşı oxucular biləcəklər. Yaxşı oxucular biləcəklər. Həlləm-qəlləmlər yox. Məsələn, o kitabı diqqətlə oxuyan, mənzərə və düşüncə kitabını diqqətlə oxuyan oxucu orada mənim özümü tapdığımı görəcək. Yəni, mən öz yolumu tapmışam. Artıq mənim baxışım 28 yaşında artıq formalaşmışdı. Məsələn, Dərdləşmə kitabındakı mənim mətnlərimi oxuyan, diqqətlə, yaxşı oxucu artıq orada görəcək ki, mən özümü tapmışam. Yəni, mənim üslubum, baxışım artıq formalaşıb orada. Yəni, təməlləri formalaşıb. Bildiniz necə? Məsələn, mənzərə və düşüncəni oxuyanda, diqqətlə oxuyanda görəcək ki, məsələn, bunu yazan yeni bir şeydir. Yəni, bu əvvəl belə şey yazılmayıb. Əgər yaxşı oxucudursa da, Bu hal, yəni sənin özünü tapmağın, sənin ustadları sən üçün gərəksizləşdirir. Bax, diqqət elə. Sən artıq onların altında əzilmirsən. Çünki sən artıq özünsən. Sən artıq özün başqa fərdsən. Sən məsələn, Molla Pənahı sevirsən, nə bilim, Edward Wilsonu sevirsən, indi mən göstərəcəm məsələn. Məsələn, Rafiq Dağını sevən yazıram, bizim yazarlar içərisində sevərəm nəsrini. Publistikasında məsələn, mənim razılaşmadığım, sözün əslində razılaşmadığım məqamlar var. Amma nəsrini sevirəm də mən Rafiq Dağını. Mən onları sevirəm. Amma mən artıq rüstəməm. Bildiniz necə? Yəni, məsələn üçün, yəni mən onlar deyiləm. Mən onlar haqqında söhbət eləyirəm. Bu mənim borcumdur. Amma mən onlar deyiləm. Mən artıq rüstəməm. Sən rüstəmin nə olduğunu məsələn üçün mənzərə və düşüncə kitabında görəcəksən. Bildiniz necə? Nə demək istəyirəm? Yəni, bütün böyüklərin, Nietzsche belə deyir, şanı, şöhrəti, bəlkə həm də alicənablığı özlərini gərəksizləşdirməkdir. Onlar bir şagird yaradarlar və özləri gərəksizləşərlər. Dırnaqarası gərəksizləşərlər də. Bildiniz necə? Stabil söhbəti. Yəni, məsələn üçün, Nietzsche bu sözü deyib, bu mütləq bir söhbəti yoxdur. Mən hiss eləmişsinizmi? Məsələn, məndə bunu görməzsiniz. Mən heç bir filosofun, mütəfəkkirin altında əzilmirəm. Düzdür? Onun üzərində oynayıram. Fikir vermişsiniz? Buna görə. Çünki onlar əslində mənim üçün gərəksizdirlər. Dırnaqarası gərəksizdirlər də, söz oyunu olaraq. Çünki mən onlardan aldığımı almışam artıq. O mənə nə veribsə verib. Mən yetişmişəm öz nüvəmlə. Onu artıq gərəksizləşdirmişəm. Bildiniz nə demək istəyirəm? Yəni, məsələn üçün, deyək ki, mən Şopenhauer'ı sevirəm, amma mən Şopenhauer deyiləm. Mən rüstəməm. Mən daxilimdə Şopenhauer'ı duya bilərəm, örnək verirəm də bunu. Bu məsələ ilə əlaqələndirirəm. Onu çox rahatlıqla duya bilərəm. Amma mən rüstəməm. Mən Şopenhauer deyiləm. Mənim baxışım fərqli cür ola bilər. Mənim baxışlarımda fərqli şeylər tapa bilərsiniz. Üslubumda fərqli şeylər tapa bilərsiniz. Kəşflərimdə fərqli şeylər tapa bilərsiniz. Bildiniz necə? Yəni, bütün böyüklərin şanı, görünüz maraqlı söhbətdə, özünü lazımsızlaşdırmaq, gərəksizləşdirməkdir. Çünki zaten ustad da bunu arzulayar. Bax, görünüz, doğrudan belədir. Yəni, bir kəs məsələn mənə təqlid edərsə, mənə xoşuma gəlməz. Amma mən bir kəsi yetişdirərəmsə, onun özünü tapmasına kömək edərəmsə, bu mənə xoşuma gələr. Amma bu sənin ustada pislik eləməyin demək deyil. Sənin ustada nankörlük eləmək deməyin deyil. Sən yenə də ustadlarını sevərsən. Yenə də onları yaşatmaq istəyərsən, düzdür? Amma öz yolunda gedərsən. Bildiniz necə? Yəni, sənin bir şagird yetişdirməyin, sənə hörmət edən bir şagird yetişdirməyin çox böyük ləzzət ola bilər. Çox böyük fəxr ola bilər. Ki, sən bir mütəfəkkir yetişdirəsən, o öz yolunda getsin, amma sənə də çox dərindən hörmət etsin. Məsələn, Nietzsche'nin Şopenhauer'a etdiyi kimi, məsəl üçün örnək verir. Məsələn, Şopenhauer bəlli həddədə Nietzsche üçün artıq gərəksiz idi. Onu Şopenhauer yaratmışdı.
Amma artıq Şopenhauer olsa gərəksiz idi. Görürsünüz, dırnaqarası gərəksiz idi də. Çünki Nietzsche artıq öz yolunda gedirdi. Artıq onun öz kəşfləri. Məsələn, bu kəşf Şopenhauerda yoxdur. Məsələn, belə söhbət Şopenhauerda yoxdur. Bu Nietzsche'nin kəşfidir. Amma Nietzsche'ni Şopenhauer yetişdirib. Fəqət bunu tapan Nietzsche üçün Şopenhauer artıq gərəksizdir. Bildiniz necə? Çünki o öz yolunda gedir. Bildiniz nə demək istəyirəm? Çox ləzzətli söhbətdir bu, çox ləzzətli. Ona görə məsələn üçün mən bir kitab gətirib oxuyanda görürsünüz mən kitabın altında əzilmirəm. Fikir vermisiniz. Heç bir mətnin altında düşünə əzilmirəm. Onun üstündə oynaşıram. Nəyə görə? Buna görə. Çünki əslində onlar mənim üçün gərəksizdirlər. Mən onları sadəcə sənət olaraq oxuyuram. Onların onun üçün oxuyuram ki, mənim ehtiyacım var buna. Oxumaq mənim ehtiyacımdır. Bildiniz necə? Oxumaq mənim ehtiyacımdır. Buna görə. O yüzden mən çox rahatlıqla bütün filosoflar, çoxlu filosofların aləmlərinə girə bilirəm. Çox rahatlıqla. Çünki onlar mənim üçün əslində gərəksizdirlər. Buna görədir. Dırnaqarası gərəksizdirlər də. Ona görə onlarla oynaşa bilirəm. Rahatlıqla onunla oynaşa bilirəm, bununla oynaşa bilirəm, bununla oynaşa bilirəm. Səbəb budur. Məsələn, mən mənzərə və düşüncə kitabında məsəl üçün örnək verirəm. Məsələn, əslində o ancaq mənəm. Orada ancaq mən varım, mənə görərsiniz. Mənim oyunlarımı görərsiniz. Kimsə deyə bilər, bu yox, belədir, elədir, yox. Diqqətlə baxarsan, mənim oyunlarımı görərsən. Amma aydın məsələdir ki, o mətnlər sənə kimlərsə xatırlada bilər. Nəyə görə? Çünki mən ustadlar mənə yetişdiriblər də. Bildiniz necə? Dedim, orada məsələn üçün, mən nə eləmişəm orada? Mən orada Molla Pənahın ağırlığı altında əzilmirəm ki. Molla Pənahla oynaşıram. Yəni, onun üslubu ilə, onun ruh halının oynaşıram. Eyni şeyə görə. Mən Molla Pənahı artıq özünü gərəksizləşdirmişəm. Artıq ondan oynayıram. Müşail Müşfiqvari halından artıq oynayıram. Tolstoyvari halından artıq orada oynayıram. Fəlsəfəsi ilə. Bildiniz necə? Parodiyalar edirəm onu. Çünki onlar artıq mənim gərəksizdirlər. Amma mənə yetişdirirlər, amma artıq gərəksizdirlər. Mən onların altında əzilmirəm. Bildiniz necə? Bu çox qəşəng sözdür. Görürsən, ləzzətli söhbətdir. Bir dənə mövzu açır, ləzzətli. Birinci növbədə ləzzətli mövzu açır. Sənin məsələn, gör, məsələn, adi bu düşüncə var, bu necə düşüncədir? Məsələn, bu nədir? Çox xalis həyatı bilgidir. Bu səni dünyanın nə qədər söz-söhbətindən uzaqda saxlayır. Nə qədər belə dayazlığından uzaqda saxlayır, düzdür? Bayaqlılığından uzaqda saxlayır. Səni xalis bilgi aləminə salır. Maraqlı kəşf, həyatı ki, maraqlı kəşf. Bilirsiniz nə demək istəyirəm? Örnək olaraq verdim bunu. Dedim ki, bu bəs sırf intellektual məsələdir. Amma bunu uzana bilər də, bu da təsirlərini göstərə bilər. Çoxlu məsələn ziyalılara, düşünənlərə, kitab oxuyanlara öz təsirlərini göstərə bilər. Və ya ümumiyyətlə məsələn üçün, ümumiyyətlə bu söhbəti dinləyənə nəsə verə bilər, nələrsə verə bilər. Bax, məsəl üçün, sanki mən Molla Pənahı oxuyuram. Məsələn, Molla Pənah mənə verdiyini verib artıq. Amma Molla Pənah altında əzilmirəm. Ona hörmət edirəm, onu sevirəm, amma o mənim üçün gərəksizdir, dırnaqarası, söz oyunu olaraq. Artıq gərəksizləşdirib Molla Pənah. Məni yetişdirib, artıq yola salıb, məsəl üçün, Rafiq Tağır, məsəl üçün. Artıq mənə nə verməlidirsə verib, mən oxuduqlarım çərçivəsində. Mən artıq Rafiq Tağır deyirəm. Yəni, məsələn, sən Mənzərə və Düşüncə bir kitabındakı bir hekayəni oxusan, Rafiq Tağırını da oxusan, görürsən, yox, burası da artıq fərq var. Amma halbuki məni yetişdirənlərdən biri Rafiq Tağırdır. Amma mənim artıq yolum başqadır. Orada artıq məsələn mənim kəşflərim var, mənim baxışım var, mənim acım var, mənim sevgim var, mənim gülüşüm var. Düzdür? Mənim problemlərim var, mənim intellektual problemlərim var. Amma Rafiq Tağırını mən yenə də ötürüb oxuyacağam. Artıq struktur olaraq oxuyacağam. Rafiq Tağırın dünyası olaraq oxuyacağam. Bəlkə də nəyi düz eləyib, nəyi düz eləməyib, nəyi necə qurub. Məsələn, bu baxımdan oxuyacağam. Çünki artıq onun altında əzilmirəm, onu gərəksizləşdirmişəm özüm üçün. Özü gərəksizləşdirib özünü, dırnaqarası desək. Maraqlı söz deyilmi? Məsələn, Edward Wilson. Bu da mənim çox sevdiyim alimlərdən biridir. Bu da məsələn, mənim üçün indi gərəksizləşib. Mənə verdiyini verib, artıq gərəksizləşib. Məsələn, bu alim biologdur, sevdiyim. Məsələn, örnək verəm, çoxlu belə örnəklər vermək var. Məsələn, Herbert Wells. Hələ ki tam gərəksizləşməyib mənim üçün. Hələ ki yox. Hələ ki yenidən oxuyuram Herbert Wells'i. Hələ tam gərəksizləşməyib, amma bəlkə o da zamana bağlıdır da. Gərəksizləşə bilər. Dırnaqarası da. Yox, mən artıq ondan sonra Herbert Wells'dən yenidən oxuyacağam. Amma artıq başqa yönlərdən oxuyacağam. Artıq onun altında əzilərək yox, onunla diyaloqa girərək, onu
başqa tərəflərdən kəşf etməyə çalışaraq, bir oyun olaraq artıq oxuyacağam. Mən izah edə bildiyim dostlar fikrimi. Çox qəşəng söhbət idi. Onu istəyirəm bölüşüm. İnsan təsəvvür edir ki, bax, Nietzsche'nin aləmində belə nə qədər söhbətlər var. Nə qədər. Yüzlərlə, bəlkə də minlərlə belə ləzzətli söhbətlər var. Necə idi dostlar, xoş gəldi. Çox qəşəng söhbət idi, xoşuma gəlmişdi. Mən məsələn bunu hissiyyat olaraq hiss eləmişdim. Kəşfini Nietzsche'də gördüm. Çox ləzzət aldım. Söyləməsəm, bir dənə bir şey var, istəyirsən onu da oxuyuram. Bax, deyir, nəysə, nədir söhbət? Belə bir söz deyir ki, Nietzsche'nin bir dənə başqa sözü də var, onu da sonra bölüşüm. Çox gəl getməyəcəm, yenə oynaşmaq istəyirəm biraz olsa. Oynaşma olaraq bölüşürəm belə. Çox xoşuma gəlmişdi, dedim. Çox şey xoşuma gəldi, amma bunları da belə bölüşməyə başlayıram bir oyun olaraq, ya bəlkə bir ustadları xatırlama olaraq. Nietzsche deyir ki, mən tez-tez, bu da onun oyunudur. Bu da oyun kimi deyir, oyun kimi. Belə, bilsən necə? Faciəyə gülən tip mi deyim, uçan, parvazlanan bir halla deyir də bunu. Deyir ki, bax, mən deyir, yer altına inərdim, yəni aydın dünyasına, yəni ki, ölülərin dünyasına inərdim, tez-tez də gedəcəyəm ora. Və orada mən 4 cütlük görürdüm. Və mən orada deyir, özümü qurban verirdim, qanımı qurban verirdim də. Mənə orada 4 cütlük rast gəlirdim ona, ölülər arasında. Kimlərə? Epikür və Montaigne, Goethe və Spinoza, Platon və Rousseau, Pascal və Schopenhauer. Mən deyir, yalnız gəzərkən onlarla söhbət etməyə ehtiyac duyuram. Onları dinləmək istəyirəm. Öz aralarında bir-birlərinə haqlı və haqsız çıxartmalarını dinləmək istəyirəm. Və deyir, qoy yaşayanlar məni bağışlasınlar. Yaşayan insanlar məni bağışlasınlar. Mən onların içərisində nə çox belə qaşqabaq sallayan insanlar gördüm. Yaşamayan insanlar gördüm. Çox mənalı sözdür. Mən məzmunu çatdıram sizə dostlar. Deyir ki, mən canlılıq istəyirdim, həyat istəyirdim. Onu tapa bilmirdim. Onu mən aydın ölülər dünyasında tapdım. Məzmun buzurdu. Onları kimdə tapdım? Ölülər dünyasında tapdım. Montaigne'də tapdım, canlılığı, Spinoza'da tapdım, Goethe'də tapdım, Platon'da tapdım, Schopenhauer'da, Pascal'da tapdım. Ona görə də əslində məsələ əbədi qayıdış deyil, əbədi canlılıqdır. Yəni, bu çox ləzzətli söhbətdir dostlar. Bax, adətən məsələn filosofları, yazarları, belə filosoflar zahidlik olur təbiətlərdə, düzdür? Tərk dünyalıq inziva, düzdür? İnziva. Amma əslində yazmaq bir həyatı ən dərindən yaşamaqdır. Maraqlı bir şeydir. Yəni, inziva belə bir təsəvvür yaradır ki, inzivada insan yaşamır, yazır. Əslində yazmaq ən yüksək yaşamaqdır. Düz deyil? Ən dərindən yaşamaqdır. Nietzsche burada belə çevirir məsələni. Yəni, məsələn üçün, bax, məsələn, sən deyək ki, gəzərsən, bax, yaşamaq məsələsi var. Nietzsche fəlsəfəsində də bu var, məndə də bu var. Mənim də fəlsəfəmdə yaşamağın, ölümün də dəyəri böyükdür, yaşamağın da dəyəri böyükdür. Hətta Tolstoy necə deyir? Deyir ki,
ölüm də saadətdir. Çünki həyatın bir parçasıdır. Həyat da saadətdir, ölüm də saadətdir. Tolstoy belə deyərdi. Bu bir tərəfdən belə maraqlı, çox maraqlı söhbətdir. Məsələn, şey deyər, Nabokova aid edilən bir söhbət də var. Nabokova aid edilən bir söhbət də var. Nə deyir? Həyat sürprizdir, böyük sürprizdir. Ölüm bəlkə də daha böyük sürpriz olacaq. Bu sənə elə belə söhbət kimi gələ bilər? Yox, bu elə belə söhbət deyil. Çox dərin söhbətdir. Oynaq söhbətdir. Yəni bilirsən necə cəsur söhbətdir. Və bizim ədəbiyyatda, bizim klassik mədəniyyətdə mənim sevdiyim bir çox şairlər var, danışıram ha. Molla Pənah Vaqif, Nizami Gəncəvinin bir çox mətnləri belədir. Hüseyn Caviddə də belə var mətnlər. Müşfiqdə həyatsevər, yaşamağı çox yüksəldən enerjilər vardı onlarda, düzdür? Bax, Nietzsche də bunu deyir, canlılıdan danışır. Yaşamağın, yaşamaq nə ola bilər? Yaşamaq nədir? Canlılıq nədir? Şəxsiyyətivi yaşaya bilmək. Yəni, azadlıq duyğu yaşaya bilmək. Sevgivi yaşaya bilmək. Düzdür? Sevdiyin və sevmədiyin şeyləri müəyyənləşdirə bilmək və buna uyğun davrana bilmək. İdeallarını gerçəkləşdirmək. Düzdür? İdeallar və inamı gerçəkləşdirmək. Bu zaman özünü yaşamış hiss edirsən. Amma sən sıxılanda, boğulanda, bunlara sənə imkan verməyəndə sən özünü sanki yaşamırmışsan kimi hiss edirsən, düzdür? Bax, məsələn üçün, burada yazmaq nədir? Yazmaq nədir? Məsələn, mənə görə fəlsəfə yaratmaq, ədəbiyyat yaratmaq, bax, niyə görə özü üçün, birinci və özü üçündür? Çünki sən yaşayırsan. Sən, məsələn, o mətni yazanda, sən bir hissəsə ki, sən yaşadın, düzdür? Yəni, mətnində azad olsan. Həyat zaten səni sıxan, qapalı cəmiyyətlərdə ümumiyyətlə sən sıxılırsan, düzdür? Sıxılsan, təzyiqlər daha çox olur. Amma azadlıq eşqi, ədəbiyyatın o içindəki o azadlıq eşqi, fəlsəfənin içindəki o azadlıq eşqini sən kitabla, mətndən gerçəkləşdirə bilirsən, hansı dərəcələrdə, düzdür? Demək ki, əslində yaşayırsan. Əslində yazmaq, yaşamaq deməkdir. Bəlkə həm də ən dərindən yaşamaq deməkdir. Ona görə Nietzsche məsələn inzivada olan filosof olub. Amma əslində həyatı çox dərindən yaşayıb. Amma bəlkə həm də Nietzsche məsələn üçün özü də deyir də, məsələn deyir, çıxıram çölə, üzlər görürəm. Onlar yaşamırlar. Deyir, onlar yaşamırlar. Ona görə onlar məni bağışlasınlar ki, mən ölülər diyarına gedirəm. Montaigne'i tapıram, Spinoza'nı tapıram, Schopenhauer'ı tapıram, Goethe'ni tapıram, Epikür'ü tapıram. Niyə görə? Çünki onların mətnlərində yaşam var, həyat var. Görürsən? Ona görə əbədi qayış əsas məsələ deyil. Bu da deyir də, oyun kimi. Əbədi canlılıq əsas məsələdir. Yəni, əbədi qayış həyata gəlmək, o deməkdir ki, sən yaşayırsan. O deməkdir, insan məsələn üçün həyatda yaşayırsa belə, varsa o yaşayır, yox. Yaşamaq biraz, bəlkə də sənin o idealını, mən belə deyirəm həmişə, idealına sadiq qalmaq sənin yaşamağındır. İdealın boğulursa, imkan verilmirsə, sən yaşamısan. Amma intellektual dünyada danışıram, dostlar. Burada mən dediyim şey, birbaşa ədəbiyyat fəlsəfəyə aid məsələdir. Başqa təcrübələri bilə bilmərəm, başqalarını bilə bilmərəm. Bəlkə də başqa sahənin insanların üçün yaşamaq başqa bir şeydir. Yəni, o təcrübələri mən bilə bilmərəm də. Amma buradakı təcrübədən danışıram. Dedim ki, bugünkü söhbətimiz biraz daha çox sırf intellektual məsələdir. Çox qəribə bir şey çevirir belə. Düzdür? Ona görə, məsələn üçün, bax, yaşamaq və yaşatmaq nədir? Dostlar, nədir o? Yaşadığını daha necə hiss eləyərsən? Sevdiyin xanımın yaşadığını, sevdiyin yaşadığını görəndə, sağlam olduğunu görəndə, təbəssümünü görəndə, gülümsədiyini görəndə, onun yaxşı olduğunu biləndə sən də özü yaşanmışmış kimi hiss eləyərsən, düzdür? O da özündəki o yaşamı, canlılığı, o
canlılığı, o saadət ehtimalını, potensialını, xoşbəxtlik potensialını sənə ötürərsə, sən də özünü həm də canlı və yaşamış hiss eləyərsən. Buna görə insanı yaşadan məqamlardan biri düzdür, sevgidir. Elədir. Hər hansı bir şəkildə sevgidir. Çünki səni yaşadır, həyat eşqini artırır, ilhamını artırır. Elə deyil. Sən görərsən sevgilini, gülüşünü, oyunlarını, şaqqanağını, qəhqəhəsini, elədir, sağlam olmasını, sevimliliyini, sənə bəxş edə biləcəyi xoşbəxtlik ehtimalını. Sən bilərsən ki, bir xoşbəxtlik sənə bəxş edə bilər, bir saadət bəxş edə bilər, düzdür? Xəyalını da canlandırarsan, yaşadığı hiss eləyərsən, belə deyir? Yaşadığı hiss eləyərsən. Çünki o canlılıq əhəmiyyətlidir. Yaşayırsansa, məsələn, ona görə işi belə deyir də, deyir, mən gəzərdim, necə görərdim, necə üzlər görərdim, sallaq üzlər, yaşamayan vücudlar görərdim, yaşamayan vücudlar görərdim. Ona görə gərək insanlar mənə bağışlasınlar ki, onlar yaşamayan vücudlar. Mən yaşamaq istəyirəm. Buna görə paradoksal olaraq ölülər aləminə gedirəm. Keçmişin həqiqətən yaşamış insanlarını tapıram. Ziyalıları, mütəfəkkirləri, sənətkarları. Çünki onlar həqiqətən yaşayırlar. Məsələn, nələr yazıb dostlar, Allah Vaqif. Yaşadan bir şeir oxuyaqmı bizə? Nə düşünürsünüz? Sonunu yaşadan bir şeirlə bitirəkmi? İnsanı yaşadan şeirlə. Nə deyirsiniz? Nə oxuyaq dostlar? Oxumuşdum bunu, nə qəzəbli şeirdir bu. Gəlin, bax məsələn üçün, mən deyək ki, dünyada çoxlu şeylər görərsən, sürətlər, düşünərsən ki, bunlar yaşayırlarmı görəsən. Deyək ki, bilmirsən və bəlkə də bu əhəmiyyətli bir məqam deyil, bəlkə də bununla heç uğraşmamalısan, bəlkə də lazımsızdır uğraşmaq, bəlkə də başqalarına hörmət eləməlisən, bəlkə də belə də baxmaq olar məsələyə. Amma yaşayan bir ruh axtararsan, görərsən ki, Molla Pənah Vaqif necə yaşayıb, o hissi yaşayıb da, yəni hissi, ilkin olaraq hissi yaşayıb. Məsələn üçün, gör, şeirdəki yaşama bax. Şeirdəki yaşama bax, həyat eşqinə bax. Bir mina gərdənli gül üzlü yarın, hər axşam, hər səhər yanağından öp. Durub dolan pərvanə tək başına, sığalla tellərin qabağından öp. Bir gözəl görmüşəm bu gələn kəşdə, fəraqış başında, sevdası başda, hər axşam, hər səhər sultanı çaşda, qaldırıb çənəsin buxağından öp.
Nə ola oxuya, həm yaza vaqif. Müştaq oldun gələn bu qıza vaqif. Bir beləsi gəlsə, gər sizə vaqif. Eylə səcdə, ikram ayağından öp. Necədir dostlar? Görürsünüz, burada bir yaşam var, düzdür? Həyat çağlayır. Mən sizə deyim ki, Vaqif həqiqətən, əgər bu duyğunun altında bir reallıq varsa, Vaqif həqiqətən yaşayır. Vaqif həqiqətən həyatı yaşayır. Bu deməkdəndir. Bu deməkdəndir. Belə bir şeyin yaranması həqiqətən yaşamağa bağlı həyat məsələdir. Həqiqətən yaşamağa bağlı məsələdir. Bu da qəşəng şeydir. İndən belə ölsəm, arzu çəkmənəm. Şükür Allaha arzumana yetişdim. Dostun camalına nəzər eylədim. Sanasan təzədən cana yetişdim. Siyah vəsmə zivər çəkibdir qaşa. Onu görən gözlər istər qamaşa. Bir ləhzə hüsnünə etdim tamaşa. Beyhamdullah din imana yetişdim. Necə söhbətdir? Bu super söhbətdir. Altında xət çəkmək lazım. Hardadır? Qaləm yoxdur burada. Nəysə. Burada nə var? Nədir? Baxdım. Bu super söhbət dostlar. Yəni ki, deyir ki, dostlar, nə deyir bilsən? Deyir ki, sevgilimin üzünü gördüm, sevgilimin çöhrəsini gördüm, təzədən cana yardım. Sanki ölmüşdüm. Bu mənada. Doğrudan da sevgilimin üzünü görəndə necə hiss edərsiniz? Necə hiss edərsən? Dirilmiş hiss eləməzsən, canı yanmış hiss eləməzsən. Sanki yenidən dirilərsən, düzdür? Bir ləhzə hüsnünə tamaşa elədim. Beyhamdullah din imana yetişdim. Mənim dinim, imanım çöhrəsidir, sevgilimin çöhrəsidir. Bəli. Bu qədər dostlar, bu qədər. Bu söhbət eləmək istəyirdim. Həm canlılıqla bağlı məsələdir, həm yaşamaqla bağlı məsələdir, həyat eşqi ilə bağlı məsələ idi bu. Həm də dediyim kimi, görürsünüz, bu şeiri oxudum, bu mənə verdiyim verib. Məsələn, bu Molla Pənah Vaqif mənə verdiyim verib. Ona görə o mənim üçün bəlli tərəfdən gərəksizdir. Ona görə mən biraz o şeylər üstündə sanki oynaşırmış kimi düzdür, bir haldayam buna görədir. Çünki o mənim üçün dırnaqarası gərəksizdir. Amma zaman götürüb oxuyursan, Molla Pənaha ehtiyac duysan, sənəti ilə oynaşsan, ruhuna ehtiyac duysan, o başqa yazarlar da, müəlliflər də kimi belədir, amma sən əgər öz yolunu tapmısansa, artıq sənin öz mətnlərində özünə xas ruhanilik intellektləşmiş vəziyyətdədir. Bunu da artıq digər oxucular tapmalıdırlar və bu da artıq bir gün özünü gərəksizləşdirəcək. O ehtimal var. Yəni artıq bir gün mən də əslində gərəksizləşəcəyəm. Ehtimal var. Başqa bir sənətkar və mütəfəkkir yetişdirəndə. O da öz yolunda gedəndə. Belə dostlar, hələlik sizdən müayət olun, bu dünyadan çıxırıq. Amma burada özüm olaraq tay eləmədim. Tay eləmədim. Təcrübə olaraq dedim. Təcrübə olaraq. Hələlik. Başqalarından danışa bilməzdim. Çünki onların təcrübəsi ilə tanış deyirəm. Öz təcrübəmlə isə
yetərincə tanışam. Hələlik əzizəm müayidəm dostlar. Bu aləməni açıq.